Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. Bu verilişimizdə bir kiçik məsələ haqqında danışacağıq. O məsələ də bundan ibarətdir ki, Həzrəti Adəm Peyğəmbərin yaradılışını biz bilirik, amma onun zövcəsinin yaradılışı barəsində səhv məlumatdayıq və insanlar arasında da belə bir fikir var ki, Həzrəti Adəmin zövcəsi Həvva Həzrəti Adəm Peyğəmbərin qabırğasından yaranıb və yaxud da hansısa bir hissəsindən yaranıb. Bu belə deyil. Əslində Həzrəti Adəm Peyğəmbər necə müstəqil Allah onu torpaqdan yaradıbsa, Həzrəti Həvvanı da həmçinin ayrıca yaradıb və Həzrəti Adəm Peyğəmbərin hansısa bir hissəsindən Həvva xanımı yaratmayıb. Bu deyimə bəzi adamlar ayəni əsas gətirirlər. Nisa surəsi 1-ci ayə ki, belə də ayə. Bismillahirrahmanirrahim. Ya əyyuhənnas, ey insanlar, ittəqu rəbbəkum, təqvalı olun Rəbbinizə. Əlləzi, o Rəbbiniz ki, xələqəkum, sizi yaratdı min nəfsin vahidə, bir nəfsdən, bir candan, yəni bir şəxsdən, o da Həzrəti Adəmdir. Yəni sizi bir nəfərdən yaratdı, Həzrəti Adəmdən. Və xələqə minha zavcəha, ondan onun zövcəsini yaratdı. Yəni Həzrəti Adəmin zövcəsini Adəmdən yaratdı. Belə bir ifadə var. Xələqəkum min nəfsin vahidə və xələqə minha zavcəha, sizi bir nəfsdən yaratdı və bir nəfsdən zövcəsini yaratdı. Və xələqə minha zavcəha ifadəsini, kəlməsini bu ayədə, ayə biraz uzundur, bu hissəsini əsas götürürlər, deyirlər ki, görürsünüz burada da deyir ki, və xələqə, Allah yaratdı, minha, həmin o nəfsdən, zavcəha, onun yoldaşını, yəni Həvvanı, ondan yaradıb. Yəni Həzrəti Adəmi, insanları Həzrəti Adəmdən yaradıb, Həzrəti Adəmi torpaqdan yaradıb, bəs Həvvanı nədən yaradıb? Deyir, minha, xələqə minha, həmin o nəfsdən, yəni Həzrəti Adəmdən yaranıb. Burada minha sözündən belə başa düşürlər bəziləri ki, Həvva xanımı Həzrəti Adəmdən yaradıb. Yəni, Allah bizi nəfsdən yaradıb, bir nəfsdən yaradıb və zövcəsini də həmin nəfsdən yaradıb. Burada min hansısa bir, belə deyək, hissəni bildirmir ki, Həzrəti Adəmin hissəsindən yaradıb Həzrəti Həvvanı. Burada min, belə deyək, cinsi bildirir. Yəni, Həvvanı da Adəmin cinsindən yaratdı. Yəni, Həzrəti Adəm kimi onu da xəlq elədi. Yəni, bir misal çəkim, daha aydın olsun. Sonra da həmin misala şahid kimi bir neçə Quran ayəsi gətirib, inşallah fikirlərimizi yekunlaşdıracağıq. Məsələn, bizdə belə bir söz var, gedirik bir şeyi almağa və ona baxırıq və yaxud da görürük ki, yanımızdakı bir şeyi alır, xoşum gəlir, deyirəm ki, ondan mənə də ver. O ondan mənə də ver, o ondan nə deməkdir? Ondan, indi o verən adam, ondan nəyisə bir hissəni çıxartıb verməyəcək ki mənə. Yəni ondan mənə də ver, yəni o maldan bir dənə də əlavə mənə ver. Yəni bu o deməkdir ki, Həzrəti Adəmi yaratdı, ondan zövcə də yaratdı. Ondan nəinki hissədən götürdü, bir hissəsindən yaratdı Həzrəti Həvvanı. Yox, həmin o, belə deyək, cinsdən, həmin o nəfsdən bir dənə də zövcə yaratdı. Necə ki, məsələn, Rum surəsi 21-ci ayədə buyurur ki, və min ayatihi ən xələqə ləkum min ənfusikum əzvacən. Deyir ki, Allahın nişanələrindəndir ki, sizin üçün yaratdı min ənfusikum, sizin özünüzdən əzvacən, yəni zövcələr. Allah zövcələri yaratdı. Xələqə ləkum, sizin üçün zövcələri yaratdı. Min ənfusikum, sizin özünüzdən. Yəni, sizin özünüz kimi, sizin zövcələrinizi də yaratdı. Sizin özünüzdən deyəndə, nəinki sizin hansısa bir hissəvizdən. Bu ayədə heç kəs
bu mənanı başa düşmür. Və yaxud da Nəhl surəsi 72-ci ayədə buyurur ki, "Vallahu ca'ala lakum min anfusikum azwajan." Allah qərar verdi sizin üçün özünüzdən zövcələr. Sizin özünüzdən sizin üçün zövcələr qərar verdi. Özünüzdən, yəni öz cinsinizdən. Və yaxud da Peyğəmbərin barəsində buyurur, bir neçə yerdə var ki, "Huvəllazi ba'atha fil ummiyyin rasulan min anfusihim." Allah Peyğəmbəri göndərdi sizin özünüzdən. Yəni, sizin özünüzdəndir. Mələk cinsindən deyil, cin cinsindən deyil, başqa varlıqlar cinsindən deyil. Sizə göndərilən Peyğəmbər insan cinsindəndir. Yəni, sizin öz cinsinizdəndir, sizin öz materialınızdandır, belə deyək. Yəni, kənar bir, belə deyək, varlıq deyil bu. Burada indi sizin özünüzdən sizə bir Peyğəmbər göndərdi. Nəinki bizim haramızdansa bir Peyğəmbər çıxartdı, yaratdı, bizə göndərdi. Sizin özünüzdən deyəndə, yəni sizin cinsinizdən. Burada da bu ayələri mən misal gətirməklə bunu demək istəyirəm ki, burada da Nisa surəsi 1-ci ayədə də buyurur ki, "Xalaqakum min nəfsin vahidə və xalaqa minha zawcaha." Sizin üçün sizi bir nəfsdən yaratdı və həmin nəfsin zövcəsini ondan yaratdı. Ondan, yəni bir dənə də o, belə deyək, varlıqdan əlavə bir dənə də cins olaraq qadın yaratdı. Sadəcə burada cinsiyyət fərqi var. Nəinki Həzrəti Adəmin hansısa bir hissəsindən və məşhur deyimə görə qabırğasından. Dediyimiz kimi, sən məsələn bir şey istəyəndə götürürsən, deyirsən ki, bundan bir dənə də ver mənə. Birini alırsan, deyirsən, bundan bir dənə də ver mənə. O dandan şəkilcisi ki var, ki bu ayədə də işlənir, o bu mənanı yetirmir ki, o verəcək adam ondan hansısa bir hissəni çıxartıb sənə verəcək. Yox, bu maldan bir dənə də əlavə verəcək. Bu mənadadır. Yəni, Həzrəti Həvvanın yaradılışını belə başa düşməyək ki, Həzrəti Adəmin hansısa bir hissəsindən yaranıb, bu qadını bir növ əgər belə desək, həm də aşağılamış saylarıq. Qadın da kişi kimi, necə başqa ayələrdə buyurur ki, "İnna xalaqnakum min zəkarin və unsa." Biz sizi kişi və qadın olaraq yaratdıq. Yəni ona görə də Həzrəti Adəm Peyğəmbər müstəqil yarandığı kimi Həvva xanım da müstəqil yaranıb və onun qabırğasından və yaxud da hansısa bir hissəsindən deyil, bu ayənin də izahı bundan ibarətdir. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.